Qarabağ Universitetində mühəndis kadrlarının hazırlanmasında müasir dünya standartlarının tətbiqinə xüsusi önəm verilir. Mühəndislik fakültəsində tədris prosesi yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmır. Eyni zamanda beynəlxalq əməkdaşlıq imkanları, innovativ tədqiqatların təşviqi və tələbələrin praktik bacarıqlarının inkişafı üzərində qurulub. Fakültədə həyata keçirilən tədris modeli tələbələrin real mühəndislik mühitinə uyğun vərdişlər qazanmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə inteqrasiya olunmasına xidmət edir. Hazırda mühəndislik fakültəsində 7 ixtisas üzrə 314 tələbə təhsil alır. Növbəti tədris ilində mexanika mühəndisliyi, kimya mühəndisliyi və ekologiya mühəndisliyi ixtisasları üzrə tələbə qəbulunun aparılması da nəzərdə tutulur. Mühəndislik fakültəsində həmçinin İstanbul Texniki Universiteti ilə 5 ixtisas üzrə ikili diplom proqramına başlanılacaq. Biz artıq mühəndislik fakültəsində demək olar ki, dünya standartlarına, dünyanın mühəndislik standartlarına uyğun tədrisimizi qura bilmişik. Yeni təhsil proqramları əsasında təhsil proqramlarımız dünyanın aparıcı universitetlərinin, o cümlədən İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Avropa universitetlərinin, Amerika universitetlərinin kurikulumlarına uyğun hazırlamışdır. Mühəndislik fakültəsindəki tədrisin əsas fərqi ondan ibarətdir ki, biz daha çox bacarıqlar mənimsədən, bacarıqlar hazırladan kadrları yetişdirməyə çalışırıq ki, təhsil proqramlarımız buna imkan verir. Mühəndislik fakültəsi bölgədəki sənaye müəssisələri və şirkətlərlə əməkdaşlığı genişləndirir. Tələbələr təhsil müddətində real layihələrdə iştirak edirlər. Mühəndislik fakültəsində əsas bizim təhsilimizin məqsədi, tədrisimizin məqsədi ondan ibarətdir ki, burada qurduğumuz tədris prosesi daha çox tədqiqat yönümlü, innovasiya yönümlü olmalıdır. Gələcəkdə Qarabağın Azərbaycanda bir mühəndislik mərkəzinə çevrilməsini qarşımıza bir məqsəd kimi qoymuşuq. Bunun üçün mühəndislik fakültəsində hər il Gələcəyin Mühəndisi adlı elmi-texniki tələbə konfransının keçirilməsi nəzərdə tutulmuşdur. Bizim tələbələrimiz təkcə auditoriyalardakı nəzəri biliklərlə kifayətlənmirlər. Həm də ki, dərsdən sonra tələbə klublarında tələbələrin özlərinin qurduğu və bir müəllimin mentorluq elədiyi klublarda praktiki layihələr üzərində işləyirlər və bu layihələri gələcəkdə yarışmalara təklif edirlər. Məsələn, bizim tələbələrimiz ICPC beynəlxalq proqramlaşdırma yarışmasında çox uğurla iştirak ediblər. Beynəlxalq robot texnika yarışmasında uğurla iştirak edirlər. Tələbələr universitetin tədris və elmi tədqiqat prosesinin əsas dayaqlarından olan kitabxanadan da istifadə edir, elektron kitabxana sisteminin geniş imkanlarından faydalanırlar. Müəllim heyətlərimiz güclü səviyyədədir, yəni müəllimlərimiz yüksək bilikli, təhsilli müəllimlərdir. Bizi gələcəkdə iş həyatına hazırlayırlar. Daha sonra ingilis dili inkişaf etdiririk, kompüter sahəsində özümüzü inkişaf etdiririk. Bu biliklər də bizi daha yaxşı yönə, daha yaxşı işlərə aparacağına inanırıq. Beləliklə, Qarabağ Universitetinin mühəndislik fakültəsi təkcə yüksək ixtisaslı kadr hazırlığı ilə kifayətlənmir, həm də regionun dirçəlişinə töhfə verən mərkəz kimi formalaşır. Müasir infrastruktur, beynəlxalq əməkdaşlıq və gənclərin quruculuq prosesinə birbaşa inteqrasiyası bu ali təhsil ocağının məzunlarının regionun inkişafında və ölkənin mühəndislik potensialının güclənməsində mühüm rol oynayacağından xəbər verir.